Əvvəl, sonra. Həyətinizə tamet daşı vurmaq və ya dəyişmək istəyirsinizsə, bu videomuzu yaddaşda saxlayın. Keyfiyyətli tamet daşı necə seçilməlidir? Ölçüsü necə olmalıdır? Rənginin solmaması üçün nə etməliyik? Bu videomuzda suallarınıza cavab tapacaqsınız. Biz həyətimizin təmiri zamanı yerli istehsal tamet daşları seçdik. Bunun üçün yollandıq Novxanıda yerləşən Luxury Stone mağazasına. Bu ölkədəki ən keyfiyyətli tamet daşı istehsal edən yerlərdən biridir. Daşlara baxıb növünə və rənginə qərar verdik. Bildirim ki, keyfiyyətli tamet daşı qalın, səthi hamar olmalıdır. Üstü sürüşkən olmamalıdır. Kənarları əyilmiş və ya kəsik daşlar gələcəkdə boşluq yaradır. Daşın suyu az udması da vacibdir. Yoxsa qışda su donub daşı çatladır. Bunu yoxlamaq üçün isə daşı suya salın. Əgər daş çox qabarcıq yaradırsa, deməli bu daşın ömrü qısa olacaq. Bir də ki, rəngli daş alırsınızsa, onun keyfiyyətini barmağınızla yoxlayın. Əlinizi daşa sürtəndə boya çıxırsa, deməli ki, daş keyfiyyətsizdir. Bütün bunları nəzərə alıb seçimimizi Luxury Stone-dan etdik. Luxury Stone Novxanıda yerləşir. Əlavə suallarınız yaranarsa şərhə yaza bilərsiniz. Sonda isə Rəhman bəyə və ustalarımıza təşəkkür edirik. Sizcə necə alındı? Fikirlərinizi şərhdə gözləyirəm.